Bax, indi başqa şeyə baxaraq. Bax, bu kubun içərisi boşdur. Bax, bu burada, bu vəziyyətdə. Bax, yuxarı üzü suyun səthindədir, aşağı üzü tili də 0,1 metr olduğuna görə, A bərabər 0,1 metr olduğuna görə, bax, bu 0,1 metr dərinlikdədir. 0,1 metr dərinlikdədir, bu oldu. İndi Arximed qüvvəsi bu kubu suyudan kənara çıxartmaq üçün nə qədər iş görməlidir? Nə oldu? Bu vəziyyətdə Arximed qüvvəsi nə qədərdir? Hesablayırıq da, hesablayırıq. Arximed qüvvəsi nə qədərdir? F Arximed bərabərdir Rho maye J və cisim. Mayenin sıxlığı 1000-dir, J 10-dur. Və cisim neçədir? 10 üstü mənfi 3-dür. 10 yolu, 10 nədir? Newtondur, düzdür. Bu vəziyyətdə Arximed qüvvəsi 10 Newtondur. Son vəziyyətdə nə cür olacaq? Arada belə olacaq. Bu qədər qaldıracaq. Axır vəziyyətdə belə olacaq. Xub belə tamam çıxacaq suyun səthinə, düzdür. Belə deyil. Bu vəziyyətdə Arximed qüvvəsi nəyə bərabər olacaqdır? F Arximedin olacaq, mayenin Arximed qüvvəsi olacaq 0. Görürsünüz. Nə oldu? Qüvvə dəyişdi axı. Burada Arximed qüvvəsi 10 Newtondur. Məsələn, ortada olsun, yarısına qədər olsa, burada Arximed qüvvəsi olacaq 5 Newton. Burada Arximed qüvvəsi artıq 0 Newtondur. Dəyişən qüvvənin işini sən üstünə hesablanmasan. Dəyişən qüvvənin işini A bərabərdir, Fs ilə hesablayamayasın. Qüvvə dəyişir. Fs kosinus alfa düsturu sabit qüvvənin iş düsturudur. Onda məcbur olduq ki, qüvvə dəyişdiyinə ki, biz məcburuq ki, bunu qrafiklə hesablayaq. Burada yazıram, F yazıram, aydın dəyər. Burada da yazıram, H. Əvvəl neçə Newtondur? 10 Newtondur. Axırda neçə Newton oldu? 0 Newton. 0 Newton. Aydın dəyər. 0. Burası 0. Deməli, bunu da nə qədər qaldırdı? 0,1 metr qaldırmayıbdır. Burada yazarsan yer dəyişməz 0,1 metr. H 0,1 metr. Bax, qüvvə belə dəyişməyir. Xətti dəyişir də, bizdə Arximed qüvvəsini belə üstürürüz. Aydın oldu? Burada Arximed qüvvəsi nə qədər idi? 10 Newton idi. Hə? Nə qədər alırsan burada? Bax, onu vurarsan 0,5-ə, vurursan 2-yə. Deməli, belə olacaq. Bax, A bərabər sahə hesablayarsan, düzdür. A bərabər olacaqdır. Deməli, sahə neçədir? Bu üçbucağı, S üçbucağı bərabər olacaq, düzdür. 10 vurursun 0,1, neçə eləcəkdir? 2. Bölünsün 2-yə. 0,5 nədir? Yol iş görəcək. Hadi oldu. Bax, buradan bura qaldıranda 0,5 yol iş görəcək.